E-kassanın qeydiyyata alınması. Azərbaycan Respublikasında yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi ilə əlaqədar olaraq nəzarət kassa aparatlarının qeydiyyata alınması prosesinə dəyişikliklər edilib. Belə ki, sahibkarlar artıq vergi orqanında qeydiyyata alınmış e-kassa operatorlarına müraciət edərək müvafiq prosedurlardan keçdikdən sonra yeni nəsil proqram aparat kompleksi olan e-kassa aparatlarından istifadə imkanına sahib ola bilərlər. Qeydiyyata alınmış e-kassa operatorları barədə necə məlumat əldə etmək olar? Sahibkarlar qeydiyyata alınmış e-kassa operatorları və onun stokunda olan e-kassalar barədə məlumatları www.ekassa.gov.az portalının e-kassa operatorları ilə əlaqə və e-kassa operatorları və e-kassaların stoku alt menyularından əldə edə bilərlər. E-kassaya dair əsas tələblər hansılardır? Ölkə ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş və aşağıdakı meyarlara cavab verən e-kassa modellərinin tətbiqinə icazə verilir. Qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan proqram təminatı və əməliyyat sistemləri ilə təchiz edilən, USB portu mövcud olan, qanunvericilikdə nəzərdə tutulmuş e-kassa çekini çap etməyə imkan verən çap qurğusu ilə təchiz edilən, e-kassa üzrə dəyişdirilməyən zavod və ya seriya nömrəsinə malik olan, GSM, Wi-Fi, Ethernet və sair vasitələrlə internet resurslarına çıxış imkanlarına malik olan, sadalanan meyarlara cavab verməyən və dövlət reyestrində olmayan kassa aparatları qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində e-kassa aparatları ilə əvəz olunmalıdır. E-kassa quraşdırmaq üçün sahibkarlar hansı addımları atmalıdırlar? E-kassa quraşdırmaq niyyətində olan sahibkarlar 4 mərhələdən ibarət olan qeydiyyat prosesindən keçəcəklər. Birinci mərhələdə e-kassa quraşdırmaq istəyən vergi ödəyicisi qeydiyyatda olan e-kassa operatoruna müraciət etməli və müvafiq sənədləri ona təqdim etməlidir. İkinci mərhələdə vergi ödəyicisinin sənədləri yoxlanıldıqdan sonra tərəflər arasında müqavilə imzalanır və bu müqavilə əsasında e-kassaların qeydiyyata alınması üçün e-kassa operatoru müvafiq ərizə forması ilə www.ekassa.gov.az portalının e-kassa operatorları üçün portal hissəsi üzərindən vergi orqanına müraciət edir. Ərizəyə həmçinin qanunvericilikdə nəzərdə tutulmuş məlumatlar əlavə olunur. Üçüncü mərhələdə ərizə vergi orqanı tərəfindən yoxlanıldıqdan sonra interaktiv rejimdə elektron informasiya sistemindən e-kassa operatorunun www.ekassa.gov.az portalındakı elektron kabinetinə xüsusi sertifikat faylı göndərilir. E-kassa operatoru qeyd olunan sertifikatın nəzarət mexanizmi qurğusuna yazır və e-kassanı istifadəçinin ticarət obyektində quraşdırır. Paralel olaraq vergi orqanı tərəfindən e-kassa istifadəçisinin internet vergi idarəsindəki elektron kabinetinə akt göndərilir. Dördüncü mərhələdə istifadəçi e-kassanın aktivləşdirilməsi üçün internet vergi idarəsindəki elektron kabinetə daxil olur, aktla tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Akt təsdiq edildikdən sonra sistem tərəfindən e-kassanın qeydiyyat vərəqəsi e-kassa istifadəçisinin elektron kabinetinə göndərilir. Bu mərhələlər bitdikdən sonra sahibkar e-kassadan istifadə edə bilər.